Biz indi sola dönmə zolağındayıq və işıq forun əlavə bölməsini gözləyirik. İşıq forun əlavə bölməsində sola dönmə siqnalı aktivləşəndə biz U dönüş edib geriyə qayıdacağıq. Gördüyün kimi lövhədə də göstərilib, sol zolaq sola dönənlər üçün nəzərdə tutulub. Sola dönməyə icazə verilən yollarda isə geriyə də dönməyə icazə verilir. Bu əməliyyatı hansı şəkildə tətbiq edəcəyik? İlk öncə sağımızdakı xəttə yaxın gedəcəyik. Xətti tapdalamamaq şərti ilə. Solumuzdakı məsafəni mümkün qədər çoxaltmaq məqsədi ilə. Yaxşı. Və güzgümüz bordürün qurtaracağına çatana qədər düz davam edəcəyik. Güzgümüz solumuzda olan bordürün qurtaracağına çatanda sükanı axıra qədər çevirəcəyik sola. Düz gedənlər və düz gələn nəqliyyat vasitələrinə qırmızı yandığı üçün onlar dayanacaq. Ancaq yuxarıdan gələnlər var və biz onlara yol verməliyik. İndi çevir sükanı axıra qədər. Yuxarıdan gələn yoxdur ki. Artır sürəti və qaytar. Qaytar yox, biraz sürətli qaytardım. Sükanı normal şəkildə döndərib, normal şəkildə qaytarmaq lazımdır. Bir balaca sürətimizi, yəni qazdan ayağımızı götürüb, narahat olma. Yaxşı alınmadı, yaxşı alınmaması da normaldır. Çünki biz hələ səninlə o dönüşlərini, yəni razvarodları öyrənməmişik. Bu tamam fərqli bir işdir. Dairələr, geriyə dönmələr, yəni o dönüşləri ən çətin tapşırıqlardandır. Ən çətin. Biz də bunu eləmədiyimiz üçün indi təcrübəsizlik nümayiş etdirdim, amma narahat olma. İndi sola dönmə siqnalını yandır. Qarşıda avtobus var deyə biz keçid edirik maili şəkildə sol zolağa. Söndürürük və bu zolaqla da hərəkətimizi düz davam etdiririk. Qarşıda işıq for olacaq. 2 dənə ard-arda işıq for var və paralel yanırlar. Biz ikinci işıq fordan sola dönəcəyik. Sürətimizi azaldaq. Yaşıl yanmasına aldanma. Hələ ki hərəkətə başlamayıblar. İndi əyləci burax və artır sürəti. Çox yox, çox yox. Hələ ki sola dönmə siqnalını yandırma. Davam elə, bax. Qarşıda gedən avtomobil tez yandırdı. İlk kəsişməni keçdik. İndi sola dönmə siqnalını aktivləşdir. Bax, qarşıda yenə də işıq for var və orada da sola dönmə bölməsi əlavə olaraq var. Sola dönmə siqnalı yananda biz sola dönəcəyik. Bayaqki kimi burada da düz gedən və düz gələn nəqliyyat vasitələri üçün qırmızı bölmə yanır. Sola dönənlər üçün aktivləşir əlavə bölmə. Ancaq bizə aktivləşən yaşıl bölmə kimi sağdan yaxınlaşan nəqliyyat vasitələri də olacaq. Artır sürəti, bəli. Həm onlar bizim sağımıza düşdüyü üçün onlara yol veririk, həm də bizə işıq forun əlavə bölməsində sola dönməyə icazə verilir. Onlara isə əsas bölmədə yaşıl yanır. Bu dəfə keçmə ehtimalımız azdır. Ona görə tələsmə. Bax, sönür, artıq söndü. İndi səbirlə. Buradan biz sola dönəcəyik, bax, o istiqamətə. Yəni geriyə dönmürük, sadəcə olaraq sola dönəcəyik. Sola dönərkən də dediyim kimi sağdan yaxınlaşan, yəni bax, o yoldan gələn nəqliyyat vasitələri varsa, yaxındadılarsa, biz hərəkət etməklə onlara maneçilik yaradarıqsa, onlara yol verəcəyik. Yox, əgər uzaqdadılarsa, biz onlardan qabağa düşüb onlara təhlükə yaratmadan gedə biliriksə, o zaman hərəkətimizi davam etdirəcəyik. Sükanı yarım sola çevir, hazır saxla. İndi buradan tutalım ki, görə bilmirsən işıq foru. Qarşıya bax, sönür, düzdür. İndi əyləci burax. Yaşıl yananda qazı bas. Artır sürəti, artır. Uzaqdadılar, bax. Onlar gələnə kimi biz keçid elədik. Və düz davam et. Artıq tələsməyə lüzum yoxdur. Aydın oldu. Amma bir qədər gecikmiş olsaydıq artıq oradan gələn bütün nəqliyyat vasitələrinə yol verməli olacaqdıq.